Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Dekabrın 19-da Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev 114 nömrəli tam orta məktəbdə Əmircan qəsəbə sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdürləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, ölkəmizdə son illər aparılan geniş miqyaslı sosial-iqtisadi islahatlar insanların rifah halının yüksəldirilməsinə, regionların inkişafına və sosial müdafiə mexanizmlərinin gücləndirilməsinə yönəlib. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan kompleks tədbirlər nəticəsində həm sosial sahədə, həm də iqtisadi sektorun müxtəlif istiqamətlərində ciddi nailiyyətlər əldə olunmaqdadır. Səyyar görüşdə sakinlər tərəfindən yolların asfaltlanması, sahibsiz heyvanların son dövrdə artması səbəbindən yaranan problemlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir vətəndaşın müraciətini dinləyən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.